Ha, yoska balan atarsan. Axır ki şunur düzəldir eləmi? Bir şunurumu görsək görüm, bir böyle elə görüm. Ha, bir onu keçik görüm. Ha, indi bir dənə əli güneş tıxır görüm. İndi yandır görüm. Bir də. Dostlar, bugün Vaqif müəllim sağ olsun. Vaqif müəllimin dükanındayıq, musiqi dükanında. Bax, bu da bax, gözəl dükanımız. Hər şey də var. Allah canına sağlıq versin. Bax, gözəl nağarılar var. Hər şeydə nə istəyirsən. Yəni pianinasından, sintezatorundan tutmuş. Hə. Yusif Balıya bir dənə gözəl şunur bir 10 metr sağ olsun Vaqif müəllim düzəltdi. Hə. Buyur, söz səndə Yusif Bala. Sağ ol ay Yoska Bala, Allah xeyir versin. Allah can sağlığı versin. Bəli, Elibala məktəbə həmişə gəlib, bax buradan biz musiqi mağazinindən öz bazarlığımızı eləmişik. Nağarıya aid nə lazımdır? Kəndiridir, mikrofonlarıdır, şunurdur. Yəni nağara üçün qabaqda stoykasıdır. Nağaranın özündən ötəri indi stoykalar çıxıb ki, qoyub çalırlar. Nə lazım olubdu, sağ olsun Vaqif müəllim. Bizi heç vaxt boş qaytarmayıbdı. Sağ olsun. Vaqif müəllimin yaşayış yeri Gəncə şəhəri, iş yeri Xanbağının düz başındadır. Gözəl bir dükandır. Kim ürəyi istəsə buyurub gələ bilər. Musiqi mağazindir. Musiqi üçün alətlərdən nə lazımdır? Hamısı. Bax, burada bax, gözəl nağaralar da var. Bax, yuxarıda qəşəng. Gitarasından, pianinasından hər şey var. Öpürəm Vaqif müəllim, Allah can sağlığı versin. Sağ ol ay Yoska Bala, Allah sağ da çox xeyir versin.